Aygün yayında Ceyran anadan danışaraq, oğlum çöldə qalıb, yayında bütün gün pul yığır. İmkan ver gəlsin rayonda yeni ailəsi ilə bərabər yaşasın. Bütün gün mənə zəng edib məni axtarırsan. Sən elədin də, sənin üzündən ayrıldıq Aslanla. Əlbəttə Aygün idi sənə yaxşı baxan, səni çimizdirən. Amma sən aləmi davam etdirməyə imkan vermədin. İndi də qoy oğlum xoşbəxt olsun yeni ailəsi ilə. Bəsdir daha, sən öləndə belə sənə haqqımı halal etməyəcəm. Bunu eşidən Ceyran ana müsafirə qoşularaq Aygünlə qırğına çıxdı. Nələr baş verdi, videonu izləyək. Kanala abunə olub videonu bəyənməyi unutmayaq. Aygün oğlumdan ayrıldım. Mən öz istəyimlə ayrılmışam. Bəlkə də canlılarda da görmüsünüz. Özüm içimiz getdik asan xidmətə. Özüm canlı açdım, göstərdim ki, mən öz istəyimlə gəlmişəm. Başladan sən də yaxşı olasan. Kim istəyir ki, isti yuvasından olsun? Mən özüm elədim. Təbii ki də heç bir qadın isti yuvasından və yaxud da ki, heç kim istəməz ki, ailəsi dağılsın. Keyfdən ayrılmaq. Ona pis baxmamışam. Ona görə məni itirib axtarır. Çimizdirmişəm. Yeri gələndə heç mən anamın çimizdirmək, nədir qabağını yemək qoymaq, nədir məndə olmayıb. Ancaq mən çöllərdə olmuşam, işdə gücdə olmuşam. Ancaq eləmişəm ona. Pis olmamışam, yaxşı baxmışam. İndi hər evdə söz-söhbət olur da. O da söz-söhbət nədir? Hər şeyə qarışırdı. Hər şeyə müdaxilə edirdi. Hər şeyə qarışırdı. Ona görə evdə söz-söhbət oldusa, dığdıq oldusa, ruzu bərəkət olmur ha. Ay sağ ol, kişi adamsan. Kimə? Nə bunu? Axalayıb. Qırğınlarını görürəm. Qırğınlarını görürüm. Mən yenə də deyirəm, nə olur olsun, mən halallıq verməyəcəm. Ceyran iminli öləndə, can verəndə halallıq verməyəcəm. Ona görə ki, ona görə ailə dağıldı. Qurana and olsun. Aslan da bezdi. Anasından olmayacaq ki. Mən də dedim ki, ən yaxşısı dava dalaş olmadı. Sakitcənə dedim ki, mən gedirəm ərizə yazmağa, boşanmağa. Qutardı getdi. Nədir, həmişə pek elədiyim qız. Bu məsələ niyyətə olmur, bilmirəm. Ola bilməz. Yox hələ. Ne tanış gəlir. Aslan da oynayıb da pek eləyib. Deyirəm də. Aslanla da oynamışam, xanım qız. Ay çox. Dedim eləmədə canlıdayım. Oğlum. Niyə bilmirəm. Aslan nə gündədir, Aygün sən rəqəm. Deyir o. Yaxşı qız olmanın yaxşı qızdır. Prosta ki, gərək deyir poxlu olasan, deyir bəxtun ola. Ona görə də heç kimdə də poxluluq yoxdur, axı deyəsən ki, bəxtun ola. Qəhrəman ol, bəxtin olsun. Heç kimdə istəyir yaxşı olsun, istəyir pis olsun, heç kimin boğazına orden taxmırlar. Yaxşılıq da eləsən belə orden taxmırlar. Naborot eləsə pis deyirlər ki, həm bu pisdir. Ona görə də nə fikir eləmək lazımdır, nə də bir şey. Ceylan deyir, günah məndə deyil, günah məndə deyil. Günahın böyüyü səndədir. Səndə məndə söhbəti deyil. Günahın böyüyü səndədir.
Sən eləməsəydin, sən heç nəyə qarışmasaydın, ailə davam eləyəcəkdi. Sən hər şeyə qarışdın. Ona görə də indiki o cavanlar evlənəndə deyirlər ki, ayrı çıxaq, ayrı çıxaq. Ailə hörmətli qal. Düzdür, ananı da atmaq olmaz, atanı da atmaq olmaz, valideyn valideyndir. Prosta gərək müdaxilə eləməyəsən. Müdaxilə olmasa, hə, dərd yar. Yeməyin hazır. Cəmaət saatla yemək yeyir. Mən elə saatsız elə yeməkləri bişirib tökür. Cəmaət bir qazan asanda mənim evimdə 3 qazan asırdı. Hələ mən kiraya qala. Niyə? Mənim bazarlığım 400 manata kimi bazarlığım olmadı. Elə 2 nəfər idi. Allah haqqı. Hər şey alırdı. Sən niyə WhatsApp? WhatsApp-la yazdın indi? Yeməyin, içməyin, hər şeyin hazır. Çayın, yeməyin, çimməyin, isti yerin, artıq nə istəyir, təmiz yerin. Nə istəyirdin ki? İmkan vermədin. Sən elədin. Demək ki, mənim günahım yoxdur. Günahın ən böyük ceyran səndədir. Onu biləsən. Yaxşımı? Qara gecələr. Mən pisəm də. İndiki yazıq gəlindən nə istəyirsən? Get dolan da, otur dolan da bala. Nə istəyirsən sən onunla? Yaxşı. Qara gecələr. Sən Ceyran vicdanın necə yol gətirir ki, sənin oğlun küçələrdə pul dilənir. Yazıq deyil o. Evin eşiyin olurlar. Mən yığmaya az buradan ifritə. Mən yığmaq lazımdır. Canlıda ola məni yığmayın. Axırıncı dəfəniz olsun. Kim olur olsun. Üzündə titrəyən. Ceyran, mən pisəm. Birinci pis oldu, ikinci pis oldu, üçüncünü də bəyənmirsən. Sən nəyi bəyənirsən? Ümumiyyətlə sən həyatdan nə istəyirsən? Sən həyatdan nə istəyirsən? Nə deyib yaşayırsan? Mənim övladım kimisə seçirsə, xoşbəxtdirsə, mən heç nəyinə qarışmaram. Tək ki, övladım xoşbəxt olsun, yeri yaxşı olsun. Aygün, mən çıxıram. Özündən müğayət ol. Yaxşı olar inşallah. Fikir eləmə. Hələlik. Düz deyirəm, kim istəyir gələ bilər, qoşula bilər, danışa bilər, problem yoxdur. Danış balası. Yaxşıyam, yaxşı olasınız. Subay qızdan getmir söhbət. Oğlu bu seçimi seçibsə, qarışmamalıydı. Məni yığma Ceyran, yaxşı. Səhv səndədir, günah səndədir. Demək ki, günahım yoxdur. Hər şeyə qarışırdım da. Hər şeyə. Aygün evləri yığışdırır, gedib otağına girir. Deyir, otağa girib qapını niyə örtürsən ki? Otağın qapısını açıq qoyub yatmalıydım. Mənə sual verin görüm. Cavab verin görüm. İndi oğludur, həyatını qurub, Allah xoşbəxt eləsin yenə. Dönə deyirəm. Xoşbəxt olsun, Allah övlad payı versin. Ancaq ki, Ceyranda da günah. Heç kimdə günah görmürəm. Günahın böyüyü Ceyrandadır. Ceyran, nə deyirsən, nə eləyirsən elə, hərrən fırran, yenə də günah səndədir, onu biləsən. Sən heç nəyə qarışmasaydın, həyat çox gözəl gedirdi. Yox, fikir eləmirəm, şükür Allaha.
Nə fikir edirəm, boş verin Ceyranla, Nərmin. Mən düzgün anlayıram. Əlbəttə ki, Dağlıq Səxavət oyna baxsın, çəkib. Hə, qoşula bilirsiniz, qoşulun. Valla. Kimsə kimiz haqqında danışmasın, yazmasın. Allah'ım da olsun. İnşallah. İnşallah, inşallah. Salam Fərhanım, xoş gəlmişsiniz. Yaxşıyam, yaxşı olasınız. Ceylan öz eləyib. Ceylanda günah görürəm. Ceylan heç nəyə qarışmasaydı, hər şey yaxşı olacaqdı. Ne oldu? Birinci pis oldu, ikinci pis oldu, üçüncü pis oldu. Hamısı pis oldu. Gələcək bura. Ne yazırsınız? Aydın eşidirsən məni? Hə, qoşulmuşam. Ancaq dalaşma, normal danış. Dalaşma, bayaqdan sənə qulaq asıram. Orada Qulaq mən as, səndən qulaq halal as, istəyəndə qulaq sən as. halallıq verməzsən. Qulaq as. Yaxşımı? qulaq as. Ceylan öləndə Oğumay o da sən. Ceylan- Oğumay o da sən. Get tərəfin saxlacınan. Atasına nəylət adını tutanın. Başa düşdün məni? Qulaq ası Bəsdir, qaçmayın, ta, mənim əsəbi vaxtımda adda Birinci pis oldu, ikinci pis Evan oldu, yıxır, üçüncü evi pis oldu. istolaşdırın Hamısı adamlar pis var. oldu. Eşidirsən Abla, məni? bu gün varsa sabah yoxsan. İstolaşdırın İmkan ver, adamlar var. yaşasınlar. Eşidirsən məni? Dayan sus günəm mən danışım, qancıq. İstolan yığdığın adamların hansı biri sənin yanındadır? Hə? Elnarə sənin istolunda oturub çörəyini yemişdi indiyə qədər? Yox. Amma Elnarə sənə arxa durubdu. Sən elə beləsən. Sən həmişə haqsızı haqlı, haqlını haqsız çıxardan bir qızsan. Eyb yoxdur, Allah köməyində olsun. Sən də mənim bu gündən belə adımı canlılarda tutsan, Səndən gedir söhbət. Ceylan, səndən gedir söhbət. Yaxşımı? Sən eləmisən. Mən səndən ev yıxan gedir olsuydum. söhbət. Mən Səndən ev gedir yıxan söhbət. olsuydum. Səndən gedir söhbət. Mən vaxtında sən eləyərdim. Ne Eşitdin oldu indi? qancıq. Qulaq as, qulaq as. İndi mən üstümə gəlirdin. Çatır qulaq asmıram da lazım da deyil. Allah Qulaq as da, köməyində az olsun. qulaq as da. Mən düz söz deyənəm. Qulaq asa bilmirsən Sənə ki. deyənlər ki var idi, özün de. Qulaq asa bilmirsən, asma. Mən nə deyirəm, bu nə deyir? Mənim olsun, stolda oturub çörək yeyiblər, indi yanımda yoxdular. Mənim evimi dağdan mən çörək yediyim adamlar olmayıb axı. Sən olmursan. Mən heç kimin tərəfini saxlamıram. Birinci pis oldu, ikinci pis oldu, üçüncü də pis oldu. Ayı xanım necəsiz? Yaxşı olasınız. Səndən özüm də eləyəcəm. Yox, eşidirsiniz məni. Bilsən necədir? Düzünü danışaq da. Kim istəyər isti yuvasından olsun? Birinci pis oldu, başa düşdük. İkinci də pis oldu, hə. Və üçüncü? Eşi yox. Yaşınız yəqin ki, neçə olar? 35-36 neçə? 37? Demək 38 yaşa keçmişəm. 38 hə, Artıq Allah qocamanam. versin. Hə, ən azından dünya görüşünüz var da. Birinci pis oldu, ikinci pis oldu, üçüncünü də bəy istəmir və sənin oğlun seçib də bu həyatı.
Hə, məndən yaxşı idi, hər şey yaxşı idi, Quran and olsun. Sən müdaxilə, kim istəyir yuvasından ola? Müdaxilə elədin, hər şeyə qarışdın, yeməyin, içməyin, sənə nə lazım idi? Ki, ay ana, otur sakit, hara gəlsən məni apar. Elə yer var ki, ikimiz getməliyik də. Hə. Bütün günü ancaq dığdıq, söz-söhbət, problem, ruzu bərəkət yox. İndi pisdir, yaxşıdır, indi təzə həyat qurub da oğlum. Allah xoşbəxt eləsin, övlad payı versin. İndi qalıb küçələrdə, valla nə olsun adam ayrılıb, adam pis olur da, baxma sənin oğlundur. Küçələrdə niyə qalsın ki, rayonda ev ola? İmkan vermir. Təkliklə də başa saldım, zəng elədim ki, Ceyran, imkan ver, gedib yaşasınlar. Onlar orada yaşaya bilməzlər, oğlumu istəyirəm, onu istəmirəm, oğlum tək gəlsin. Mən də dövrümdə elə idi, mən istəmirəm, Aygünü istəmirəm. İndi bilir ki, Aygün ona pis olmayıb axı, Aygün ona yemək qoyub qabağına, Aygün onu çimizdirib, anama eləmədiklərini onu eləmişəm mən. Hə, mən valideynlərimdən olmuşam, ən azından bəlkə də bilirsən, Zamik bilmirsən, efirə çıxdırmışdır. Orada görürdüm belə. Mənə bilsən nə qədər çəkdir, mənə nə qədər şər böhtan atıldı, nə qədər indiyənə kimi nə qədər sözlər deyilir mənə. Quran and olsun. Hə, mən elə bilsən xoşdur. O müğənnilər falan salıram. Nə olsun, moderatorlar var. Atırsız səssizə bloka. Hə, canlı bağlayandan sonra mən nələr keçirdirəm, mən nə hala düşürəm, mən nələr fikirləşirəm, nə əzab çəkirəm, onu bir Allah bilir. Salam oğul. Ancaq Ceyran deyir, günah məndə deyir ki, günahın ən böyüyü səndədir. Sən oğlunun ailəsini dağıtdın, hər şeyə qarışdın, ana da ki, yeməyi, içməyi nə lazımdır anaya? Təmiz yerdə yaşayışın, başqa nə? Deyir ki, sən evə gələn adamlar, çörək verdiyin adamlar səni kim axtarır. Mən çörək verdiyim insanlar hamıya qonaq gəlib çörək verirlər də, yemək qoyurlar da bir boşqa. Hə, onlar mənə itirib axtarmır ki, onlar itirib axtarmasın deyənə, mənim evimi onlar dağıtmayıb ki. Şəxsən sən eləmirsən. O boyda Zahir müəllim dedi ki, Ceyran, ged otur rayonda, qarışma. O boyda efirdə oturanlar, müsriflər heyəti dedi ki, Ceyran, ged otur evində. Otur evində. O boyda Atifə səndən bacarmadı. Ümumiyyətlə, heç kim səndən bacarmır. Bir dilinə sahib çıx, heç nəyə qarışma da. Bu günləri mən danışmışam, dünən də danışdım, bu gün də danışdım ki, oğlunun işinə qarışma. Heç nə demə, qoy həyatını yaşasın. Görsən, qoşmuşam, dayanmır, elə danışır. Deyir, oğlumay, o da sən. Allah qır, deyir, oğlumay, o da sən. Abla, cəmaatın uşağı gəlib, ailə qurub da. Hə, pisdir, yaxşıdır, oğlunu saxlayır. Sən bir fikirləş, bax, Allah qıcanını açıram, görürsən də bu günləri. Ancaq bütün gün aslan pul yığır, yazırlar, görürsən də. Sən oğlu istəyirsənsə, elə ki, oğluğa söz gəlməsin də. İnsan ölüb gedəndə, Zamik, sənə sual verirəm. İnsan ölüb gedəndə özü ilə nəsə aparır, denən biz də bilək. Neysə. 1 metrə kəfən aparır, nə aparacaq? Elə adam var ki... Onun qismət olsa. Elə adam var ki, kəfən də qismət olmur o adama. Elə onu deyirəm, mən adam var qismət olsa. Yəni ki, bu gün varsan, sabah yoxsan da, yaşadığı yaşamısan da, ay Ceyran. İmkan ver, cavanlar yaşasın. Yaxşılıq aparırsan, o dünyada adama bilsən. Sən baba, edil oğa gir ora. Söz sən. Sən yerin bilsən də hara idi, yaxşı da getdin. Yaxşı arada ona görə oğlun ailəsini dağıdır. Hər ana ola bilməz. Hər ata ola bilməz. Mənə verdiyi suala baxı, sən
evə gələn süfründə çörək kəsən insanlar səni niyə itirib axtarmır? Nə bilirsən mən itirib axtarmırlar? Mənim evimi dağıtmaqdan gedir hal-hazırda söhbət. Başa düşdün? Şimdi. Şərböhtan atılan kim idi? Kim idi mənə şərböhtan atanlar? Hə, evimin içi. Bir dənə Allahdan qorxmaq lazımdır. Başqa heç nə. Şükür Allaha mənim səhv hərəkətim olmayıb, ola da bilməz. Nə ailəmdə, nə işimdə. Mən həmişə sadiq bir insan olmuşam. İliş ondan getmir söhbət. Ən azından özün bilirsən ki, Ceyrandadır da günah. Ceyran elədi. Ceyran olmasaydı, gedib öz evində otursaydı, qonaq kimi gəlib geçsəydi, belə də olmayacaqdı. İndi niyə Zamiq gedə bilmir? Ona görə ki, dilini kəsmir bu insan. Düz eləyir. Düz eləyir, gəlin buraxmır. Aygün idi, başına vur, çörək alar əlindən. Mənkilər mənə sahib çıxmadı deyənə, şükür Allah, Humayun valideynən Allah ömrünü sağ eləsin. Arxasındadır. Elə də olmalıdır. Söhbət eləyirik də dalaşmırıq ki, sən Allah. Düzün deyəndə nə olur ki? 8 dəfə gedmişəm, 10 dəfə gedmişəm, onun heç kimə dəxli yoxdur. Moderator qoymuşam da elə bir ki, Zamiqlə Elnarəni hara baxırlarsa və mən moderatorluqları təmizləyəcəm birmiş. Mənə təmizləyəsən, vəbşə gedirəm mən buradan. Hara? Necə? Mənə də təmizləyəsən buradan. Get, dönmə geri. Əl çəkin bu qızdan. Sən kimsən bacı? Nariyə var, deyir mənə də təmizləsə. Bacı sənə qurban olsun. Ayalı, Ceyran yenə yığır məni Zamiq. Yığma bacı. Gəl buradan. Qoş da. Nəyi qoşum? Kimi qoşum? Narəni qoşdan, ha? Onlara demirək mənə qoş. Nə yazıb da məni qoş. Qoş da. Elə dedi. Elə dedi. Yox, belə dedi. Yox deyə deyirəm də o özünü deməz. O şey. Hə, Ceyran xalam deyir. Onda qoşulsa mən çıxıram. Yox, qoşulmur. Ceyran qoş sən cana. Ceyran qoşa bilmirəm. Qoş da, qoş bəlkə söhbə sözü var. Yox, onu dayandırmaq olar. Deyəsən sən. Allah haqqı, onu dayandır. O boyda rəhbərlik, ATV-nin rəhbərliyi onunla bacarmadı. Sən bil də yəni ki. Az qoşa bilmərəm, dəlisən. Özünü öldürəcək indi. Burada deyil axı qoşum. Mən çıxıram, qoş. Deyirəm burada. Yoxdur burada. Yoxdur da deyirəm burada. O WhatsApp-da yığır məni. Deyir, mən eşidirəm səni, deyir. Zamiq. Deyir, mən eşidirəm, sən bayaqdan deyir, danışırsan. Ceyran yaxşı ana olsaydı, bu yaşında nəvələri yanında olardı, utanmır necə. Beniş. Bizə necədir? Ana deyəndə ki, oğluna xatir heç nə, söz-söhbət salmamalıydı. Tanımadığım adamı qoşmalı misafirə. Qoş məni. Bacımı qoşum. İkiniz də moderatorsuz, bir şey yaramırsınız ha. Yəni biz o oynatırıq ha. Ağıllı ola. Eşitdin. Mən deyirəm anamın işin yoxdur sənin. Yox. Bildin. Ceyran xala mənim ürəyimdir. Vəsiyo, kiminsə sözü var çıxsın meydana. Yaxşı eləyir, zor eləyir. Bazarına baş qurban.
Ceyran haqqında burada heç kim danışmasın. Agün o səni nə eli. deyir, özü bilər. Başqadan burada heç nə yazmasın. Atacam bloka. Sio. Əsərə qurban olmaz. Eli canavardır. Eriş Batıya baş göndər. Az qapıda echo verir. Atam da həşrət düşüb, dili çıxmaya düşüb. Qapını gəl ört. Batıya Az baş göndər. yaxşı. Bəli. Nə olub Ceyrana? Görsən iki balasının yolunda məni də atım. Eliş. Ya az bunu da şeydə ya az başma daşmasın. Bu da gündə bir. Bu Nazı da qoş. Hannas. Yenimizdir. Yenimiz xanım. Yerimiz. Xan nə bilim az nə yazıb bu. Hay oxudun. Gör, oxu sabah deyərsən bizə. İndi mənə. Məni də Hadi qoy. sən söz atma sən. Bu Nizası qoşu vermə. Mənə də qoş Mən lazımdır. tanımıram onu. Yo, heç də qoşmasın. Deyir Aygün, Ceyranı qoş. Ona qurban olaram. Bax, burada 600 nəfər var. Ceyran xalan kimi ana heç kim ola bilməz. Balalarını əziyyətdən böyüdüb. Yaxşı anadır o. Bildiyin, Aygün danışır da. Aygün o Ceyran xalanı çox istəyir, Aygün də bunu çox istəyir. Taşı bütün qadınlar, bütün Azərbaycanın qadınları Ceyran kimi qriyyətli olur idi. Acına görə deyirdim. Oğlansan, qızsan necat. Tanımadığım adamı qoşmuram axı. Bəli, qurban olun Ceyran xalıya, onun qriyyətinə. Gör iki uşağı necə böyüdüb. Ceyrana xeyri yoxdur. Kim mənə var, Ceyrana xeyri yoxdur. Gör balalarından. Gördünüz, balalarla mübarizə aparır. Qızı ilə də, oğlu ilə də. Görürsən, ana heyr olmalıdır. Ana pis günündə, yaxşı günündə balasının yanındadır. Ben sende tutup kaldım. Hamı Ceyran ürəyi qoysun, Sio. Yalan. Düzdür bacı. Görsən zambik düşmənmə var. Yanındayım, yanında. Ceyranı axırda mən alacam. Anan yoxdur. O nə deməkdir? Adam Eliş bəsdir. Az gən atacam, az səni bloka. Beynim xarab edəm. Nazı. Qulaq Düz deyirəm də. Anamız mən yaşındadır. Deyə Ceyran axırda mən yazdım. Ben istəyirsən onu. Sual verdim mən o. Mən sənə dedim axı. Bax, burada hamı eşitsin. Sənin xətrin əzizdir. Hörmətin də belə əzizdir. Hə, Amma yox. Ceyranı heç vaxt atmaram. Səni atarım, Ceyran atmaram. Bəlkə mən səni atım aşağı. Problemdir, at. Enara, hə, yox. Hani yattın onu. Özü getdi, mənim əlim buradadır. Enara heç vaxt mənə atmaz. Məzərini raycı. Az qaat ki bura. Ailəli adamdır, başqa şey danış. Görüm kimdir bu. Koşdu. Az səni mən ataram. Ay sənə qurban olur. Ay səni ataram mən. Az sən mənim bir nömrəli Övrənəcək, elə deməsək. Aşıq pazartozumsan. Dəlidim elə demədim ha. Başlar kövrəldi o. O azad gül nə yazıb Elnara yuxarıdan alıb gedəcək. Nəyi? Sən onu kövrətdin, edən. O mənim hər şeyimdir. Heç mən onu ataram. Ömrü boyu atmaram. Heç Ağlamazdın. vaxt arkasında da varam. Niyə ağlayırsan? Ağlayın, ağlayın, Aslında mən pis oldum. Amma mən haqq tərəfindəyəm. Haqq tərəfində. Ceyran xalan kimi qırıqlı qadın heç kim ola Allah bilməz. elə bəla versin ki, bizdən mən çəkdiyimi o çəksin. Elə çəksin ki, heç nə demirəm. Ağlama. Ağlama.
Mən buna layiq deyildim, Zamiq. Allah əzmən çoxdan efirə Biz heç kimi qoşmuruq. Tanıdıqlarımızı qoşuruq. Heç kimi də qoşma. Yalan yerə kimsə fikri lazım deyil. Efirə baxmısınız, izləmisiniz məni. Azey, yalan dünyan. Yaxşı eləyib, zor eləyib. Oğul özü bilər. Davay. Ceyran haqqında heç kim danışmasın, nə Agün haqqında özləri bilər. Həyat özləri bilər. Əlbəttə gözləri bilər. Kim niyə qarşı danışır? Özü bilər. Ceyran ev yıxandı, getdi, hə, attım dala getdi. Lider, qara. Biz heç kimi qoşmuruq. Niyə görə? Bəli, Agün and olsun Allaha. O burada yazır 5-ci, 21-ci geçir. Agün kimi çaşqama qriyyət doluydu. Agünün nə dili var, dilindədir. O Agünü mən tanıyıram, 4 aydır. Mən də sizin fikrinizdə idim. Amma Agün elə qız deyil. Agün pis qız olsaydı mən evimin içinə gətirməzdim. Mənə kimlər nələr dedi. Ay onu niyə salsan? Özüm bilərəm, zor eləyirəm. Ev mənim, eşik mənim. Mən qərarları qoyuram. Arxasında da varam. Sözünüz var. Qoymuram işləməyə də. O evimin gülüdür, xanımıdır. Bəli. Az yaxşı da. Azinin evin yaxşı da. Zor elədi. Özü bilər. Oğul özü bilər. Səndən qalır, bəli, məndən qalır. Bacı, sabah hara gedirik? Sizdə mi qalır? Bəli, bizdə qalır. Sağ ol da, bəli, yaxşı olacaq. Darıxma, bəli. Baxıram. Naz, nəyə gülsən Naz? Naz, adı bu dəyişik qadın ala, mən adı tanımıram mən. Bunu çıxır qaldırma burasını. Kövrəlmə. Kövrəl bu. Bu qaydırma burasını. Həm anasıyam, həm atasıyam, həm vaxtçıyam, hər şeyim mən onun. O mənim qızımdır, o mənim gülümdür. Allah haqqı demişəm, deyəcəm də. İnsan da hamının həyatı sabah bilmək ki, sabah nətər olacam mən. Allah haqqı bir vaxt var idi, bəlkə mən o sözü xalama deyirəm. Bir vaxt var idi, mən kimisə qucaq açmışdı ki, kimsə mənə sahib çıxmışdı. Mən də bir vaxt var idi, Agünün halındaydı. Allaha qurbanam, Allah mənə o qədər gözəl şans verib ki, Agünə sahib çıxmışam. Agünü heç vaxt tək qoymayacam, ömrü boyu. Nə qədər canımda nəfəs var. Ehsan. Valla mən də bir vaxtı var idi. Allah hamd olsun bu haldaydım. Agünü gələn mən varam. Agün, mən ancaq onda heç kimi tanımırdım. Mən də belə hallar olmuşam. Hamının ailəsində problem, heç kim deməsin ki, problem olmayıb. Çox sağ olun. Bəli. Burada yaxşı sözlər yazın. 5-cidir, 5-9-cudur. Allahdan qorxun, Allahdan qorxun. Gel bax, nəyə baxım? Oy. Ayın bir mən girib çıxıram, çıxmıram, xətçiyəm.